Sağalmayan sızanaq, sağalmayan səpki dəri xərçənginin bir göstəricisi ola bilərmi? Mən də sizə cavab verirəm ki, bəli, ola bilər. Ehtiyatlı olun. Düzdür, cavan yaşlarda çox görməsək də, məsələn, praktik həkim olaraq artıq 50 yaşın, 60 yaşın üzərində çox insan gəlir və çox gəlir hətta. Doktor, bu sızanaq var. 5 ildir, 3 ildir, 10 ildir, 7 ildir, yəni mən biraz da vaxt uzun deyirəm və yaxud da 1 ildir ki, bu məndən sağalmır. Belə məncə bu boş bir şeydir, amma yəni öz-özünə təsəllidir. Amma biz baxanda düzdür, dəri xərçəngi ümumi termindir, amma bazal hüceyrəli karsinoma, skleroz hüceyrəli karsinoma deyilən xəstəlik var ki, bəli. Bax, bunu siz dəqiq bilin də. İstənilən bir səpki adi səpki. Hansısa bir mazdan və yaxud da krem vurmadan bir neçə müddətdə quruyub gedəcək. Yerinə yenisi çıxa bilər. Amma 1 ay, 2 ayda artıq sağalmırsa, bu qədər qısa deyirəm, 1 ay keçibsə, sağalmırsa, bu sizə bir həyəcan təbili olsun. Bədənin istənilən bir yerində, əsasən də gün şüası vur, üzdə, boyunda, qollarda, gün şüasının daha çox təsir etdiyi yerlərdə bir sızanaq, bir səpki yaranıb, artıq bir neçə ayda sağalmaq istəmirsə, ola bilər heç böyüməsin. Bu bir xəbərdar edici bir işarədir. Mütləq dəri həkiminə müraciət edin və özünüzü gələcək böyük bir problemdən qoruyun. Həmişə sağlam olun, Allah amanda olun.